Salam Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalı proqramının əsas mövzuları ilə tanış olaq. Bu tendensiyanı mən hesab eləyirəm ki, Trump da davam eləyir. O elə hesab eləyir ki, Amerika daha çox daxili məsələlərlə, nəinki xarici məsələlərlə məşğul olmalıdır. Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov ABŞ-ın yeni administrasiyasının regionla bağlı mümkün siyasəti haqqında danışır. ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trump qarşısında sınaqlar, vədlərin yerinə yetirilməsi və ölkədə birlik yaradılması. Amerika demokratiyasının təməl prinsipi hakimiyyətin dinc yolla ötürülməsi. Freedom House təşkilatı dünya ölkələrində internet azadlığının məhdudlaşdırıldığını bildirir. Azərbaycana isə tək iştirakçı mənəm bu proqramda. Proqram 10 günlük olacaq. Bu dünəndən artıq start verib. Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbəri Zaur Əkbərlə müsahibə. Minlərlə qaçqın qış mövsümünü Yunanistandakı düşərgələrdə qarşılayır. Birləşmiş Ştatların bir çox ştatında marihuanadan tibbi məqsədlərlə istifadə qanuniləşib. Yanvar ayının 20-sində Donald Trump Birləşmiş Ştatların 45-ci prezidenti kimi inaqurasiya olunacaq. Trump qarşısında duran əsas vəzifələrdən biri kampaniya dövrü tərəfdarlarına verdiyi vədlərə əməl etmək və eyni zamanda uzun seçki kampaniyasından sonra bölünmüş ölkədə birliyə nail olmaqdan ibarətdir. Vitse-prezidentliyə namizəd Mike Pence Donald Trump'ın Birləşmiş Ştatların prezidenti seçildiyini elan edir. Donald Trump'ın gözlənilməz qələbəsi onun bəzi tərəfdarlarına hələ də yuxu kimi görünsə də, Trump'ın özü qələbə nitqində birliyə çağırıb. I say it is time for us, Vahid xalq kimi bir olmağın vaxtı gəlib çatıb. united people. Lakin Trump'ın qələbəsi ölkənin qərbində Oregondan Kaliforniya, şərqdə isə onun doğma şəhəri olan New Yorkdan Massachusettsə qədər etiraz nümayişləri ilə müşahidə olur. Anti-Trump nümayişlərinin iştirakçısı məyus olduğunu deyir. Seçkidən sonra müsəlmanlar kimi azlıqların hədəf alındığı bəzi insidentlərin də baş verdiyi müşahidə edilir. Trump CBS telekanalının 60 dəqiqə proqramında bununla bağlı sualı cavablandırıb. Eşitdiklərim məni çox məyus edir. Mən demək istəyirəm, bunu dayandırın, əgər bunun bir köməyi olacaqsa. Siyasi bölünməyə son qoyulması Prezident Barack Obamanı da narahat edən məsələlərdəndir. Birliyə dair bəzi işarələr vermək və azlıqda olan qruplar, qadınlar və kampaniya dövrü narahatlıqlar keçirən başqalarına üz tutmaq həqiqətən də çox vacibdir. Siyasi qarşıdurmalar Trump'ın yeni hökumətinə təyinatlar etdiyi dövrə təsadüf edir. Buraya Respublikaçıların Milli Komitəsinin sədri Reince Priebus'un prezident administrasiyasının rəhbəri və mübahisəli media nümayəndəsi ifratsaq təmayüllü Stephen Bannon'ın baş siyasi müşavir kimi təyinatlar daxildir. Təhlilçi John Fortier'in fikrincə Trump'ın ilk əsas sınağı hökumətə təyinatlarla bağlıdır. Amerikada hökumətdə təyinatlar olduqca mühüm məsələdir və kənardan gələn bir namizəd kimi onun ənənəvi əlaqələri adətən olduğu kimi administrasiya təcrübəsi olan adamlarla əlaqələri yoxdur. Brookings İnstitutunun təhlilçisi Molly Reynolds isə hesab edir ki, Trump'ın milli birlik səylərində əsas rolu onun ritorikasının tonu oynaya bilər. Biz Trump'ı kampaniya dövründən tanıyırıq və indi əvvəlkindən bir qədər fərqli Trump görürük. Məsələ də bundadır ki, Ağ Evə gələn şəxs bu sonuncu gördüyümüz adam olacaq, yoxsa kampaniya zamanı qarşılaşdığımız. Biz bunu bilmirik. Will that come out when he gets to the White House? We just don't know. Thank you. God bless you, everybody. Trump'ın qarşıdan gələn həftələr kabinetinə yeni təyinatlar edəcəyi gözlənilir. Onun təyinatları həm də yeni prezidentin tonunun necə olacağı ilə bağlı fikir yürütməyə imkan verəcək. Birləşmiş Ştatların yeni administrasiyasının Azərbaycan və regionla bağlı siyasəti nə olacaq? Azərbaycanın keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump'ın xarici siyasət kursunun Cənubi Qafqaz regionu, MDB məkanı və Azərbaycanla münasibətlərə gətirəcəyi yeniliklərdən danışıb. Onunla müsahibəni Bakı müxbirimiz Tapdıq Fərhadoğlu aparıb. Amerikanın yeni seçilmiş prezidenti Donald Trump'ın elan etdiyi xarici siyasət kursu Cənubi Qafqaz regionuna, MDB məkanına, xüsusilə də Rusiya ilə Amerika münasibətlərinə hansı yeni salarlar gətirə bilər? İndiki mərhələdə yanvarın 20-sinəcən kurs o mərhələdədir ki, onun konkret elementləri formalaşır. Sadəcə olaraq
tendensiyalar barəsində bəyanatlar verilir. O tendensiya bəyanatları həm də seçki qabağı müddətdə də bəyan olunmuşdu. Ümumiyyətcə, biz Barack Obamanın seçki qabağı bəyanatları yada salsaq, ümumiyyətcə onun bəyanatları Amerikanın daha çox izolyasionist, yəni özünə daxil siyasətin mərkəzi kimi göstərməyə və xarici siyasətdən biraz uzaqlaşmaq belə bir bəyanatlar səslənirdi və o bu bəyanatların bir hissəsini həyata keçirdib. Yəni Amerika artıq birbaşa öz qoşunlarla böyük konfliktlərdə iştirak eləmir. Bu tendensiyanı mən hesab eləyirəm ki, Trump da davam eləyir. O elə hesab eləyir ki, Amerika daha çox daxili məsələlərlə, nəinki xarici məsələlərlə məşğul olmalıdır. Və onun qələbəsinin əsas səbəblərdən biri ondan ibarətdir ki, artıq Amerika seçiciləri daha çox öz ölkənin problemləri ilə məşğul olan prezidenti istəyiblər və xanım Clinton'ın bəyan elədiyi tezisləri qəbul etməyiblər. Onun tezisləri yada salsaq, o neokon, yəni neokonservator tezislərdən ibarətdir. Yəni Amerika hər bir məsələdə dominant bir ölkə kimi iştirak eləməlidir və mən dediyim kimi birbaşa qoşunlarla yox, yəni öz müttəfiqlərlə müxtəlif qüvvələri istifadə eləyərkən öz maraqlarına nail olmalı idi. İndi Trump bir addım ondan irəli gedib və hesab eləyirəm ki, tendensiya onu göstərir ki, artıq Amerika region məsələlərdə daha passiv bir mövqedə duracaq. Onun nəticəsi ondan ibarət olacaq ki, region oyunçuları dünyanın müxtəlif yerlərində daha aktiv olacaqlar. Yəni biz öz regionumuzu götürsək, daha aktiv Rusiya, Türkiyə və İran olacaqdır. Cənab Trumpın elan etdiyi xarici siyasət kursu regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə bilərmi? Hesab eləyirəm ki, yox. Çünki hansısa Dağlıq Qarabağ məsələsində hansısa irəliləyişim, Dağlıq Qarabağ misal kimi götürək, irəliləyişə nail olmaq üçün beynəlxalq qurumlar daha faal olmalıdır. Və təbii ki, beynəlxalq qurumların əsas oyunçusu Amerika olub. Və əgər Amerika hər bir məsələdən, yəni xarici siyasətdən çalışacaq, uzaqlaşsın, deməli, o onu göstərir ki, artıq xarici qurumlar, yəni beynəlxalq qurumlar bu məsələdə fəal olmayacaqlar. Yəni, mən hesab eləyirəm ki, bizi passivlik bir dövrü gözləyir. Əgər biz ümidimizi beynəlxalq, belə deyək, ictimaiyyətə, yəni beynəlxalq qurumlara bağlasaq. Belə görünür, münaqişənin həlli bütövlükdə Rusiyanın nəzarətinə keçəcək. Münaqişənin gedişində Rusiyanın rolu daha da möhkəmləndiriləcək. Çünki apreldən sonra baş verən hadisələr onu göstərib ki, Rusiya öz təzyiqini ya da bəyan elədiyi təzyiqini heç də istifadə eləməyib və Ermənistana sadəcə olaraq o silahı göndərməklə onun fəallığı nəticələndi. Yəni, o da göstərir ki, status quo-nu dəyişməyi istəmir. Bunu açıq biz deməliyik və bunu başa düşməliyik. Azərbaycan bir sıra beynəlxalq təşkilatlar da, o cümlədən NATO-nun sülh yaratma əməliyyatlarında Amerika ilə birgə çalışır. Amerikanın yeni seçilmiş prezidentinin NATO və digər beynəlxalq təşkilatlarla bağlı elan etdiyi siyasət Azərbaycan-ABŞ əməkdaşlığına yeni nə verəcək? Mən hesab eləyirəm ki, bu və digər şəkildə dediyim kimi regionlarda olan fəal belə deyək oyunçular, NATO-nu götürsək, Türkiyə və digər oyunçulara Amerika Birləşmiş Ştatları dəstək versə, bu yolla Azərbaycan da öz əməkdaşlığı NATO ilə gücləndirə bilər. Yəni bu çox perspektiv bir istiqamətdir. Və hesab eləyirəm ki, bu istiqamət üzərində Azərbaycan-NATO əməkdaşlığı daha da güclənəcək. Çünki NATO-nun potensialı indi zəifləyib. Çünki gördüyünüz kimi
əsas iradlardan biri ondan ibarətdir. Trump onu bəyan edib ki, NATO üz ölkələri hətta öz maliyyə belə deyək də iştirakını da tam şəkildə təmin etmirlər. Yəni bu baxımdan Türkiyə kimi NATO fəal bir iştirakçı kimi daha çox belə deyək fəal görsənir və bu baxımdan Azərbaycan-Türkiyə müdafiə əməkdaşlığı çox perspektiv görsənir. Yəni ümumiyyətcə biz bunu qeyd eləməliyik ki, artıq Amerikanın maraqları prinsiplər üstün olacaqdır. Yəni Trump da onu birbaşa, yəni fəlsəfi, öz siyasətin fəlsəfini açıq bəyan edib. Əvvəl bizim maraqlarımız, sonra bizim prinsiplərimiz. Yəni demokratlar əksinə, onlar prinsip üstün tutub siyasətini həyata keçirdirlər. Yəni bunu və digərlərini demokrat adlandırıb ona dəstək verirdilər, ya da kimisə demokrat adlandırmayıb ona qarşı çıxış eləyirlər. İndi maraqlar üzərində qurulmuş bir real politiki hamı dünyada gözləyir. Seçki kampaniyasının sona çatması və yeni prezidentin seçilməsindən sonra Amerika Birləşmiş Ştatlarında hakimiyyətin dinc yolla keçidi prosesi başlayır. Bu, Amerika demokratiyasının təməl prinsiplərindən biridir. Seçkilər başa çatsa da, ciddi şəkildə bölünmüş ölkədə Donald Trump'ın Hillary Clinton üzərində qələbəsi Ağ Evin qarşısında müxtəlif nümayişlərə yol açıb. The white nationalism that this man, Donald Trump, has inspired within my country? Trump, I think he's an awesome guy. I think he's the American dream personified. Washington, D.C., you're fired. Qəliz siyasi mübarizədən sonra prezident seçilmiş Donald Trump ölkəni birləşdirmək üçün yollar axtarmağa başlayıb. We owe her a major debt of... Biz Hillary'yə bu ölkəyə uzun illər xidmətinə görə misilsiz təşəkkür borcluyuq. Artıq bir xalq kimi birlik olmağın vaxtı gəlib çatıb. To come together as one united people. Məğlub olan Hillary Clinton isə keçidin bir hissəsi kimi bölünməyə son qoymaq məqsədi ilə Trump'a birgə işləmək təklif edib. Bizim konstitusional demokratiyamız hakimiyyətin dinc yolla ötürülməsini təmin edir və ona nəinki hörmət edir, hətta bunu təbliğ edir. İndi Obama administrasiyası Trump'ın keçid komandası ilə birgə işləyərək yeni hökumət personalı işə götürməyə çalışacaq. Buraya ölkəni idarə edəcək yeni kabinetin seçilməsi də daxildir. Prezident Obama hakimiyyətin dinc ötürülməsi üçün Trump'a əməkdaşlıq təklif edib. Biz indi hamımız ölkənin idarəsi və vahidliyi uğrunda onun müvəffəqiyyətinə ümid edirik. Hakimiyyətin dinc yolla ötürülməsi bizim demokratiyanın möhürlərindən biridir və qarşıdakı bir neçə ayda biz bunu dünyaya göstərəcəyik. Seçkidən öncə Trump səsvermənin nəticələrini qəbul edib etməyəcəyini söyləməyə rədd etmişdi və bununla da rahat keçidə dair şübhələr qaldırmışdı. Washingtondakı Brookings İnstitutundan politoloq Norman Eisen deyir ki, Trump səlahiyyətlərinin icrasına başlamamışdan əvvəl birləşdirici mesajlar verməlidir. Onun qələbə çıxışı davamlılıq, qəbul və əməkdaşlıq istiqamətində ilk addım üçün etməli olduğu şey idi. I love this country. Prezidentliyin keçidi prosesi yanvarın 20-sində and içmə mərasimi günü başa çatacaq. Həmin gün Trump prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq. Freedom House təşkilatının yeni hesabatında bütün dünyada ardıcıl olaraq 6-cı ildir ki, internet azadlığının zəifləməyə davam etdiyi bildirilir. Azadlıq və demokratiyanın genişləndirilməsi sahəsində çalışan müstəqil təşkilat son bir il ərzində sosial media saytları və mesaj aplikasiyalarına hökumət tərəfindən nəzarətin artdığını bildirir. Son 2 ildə hökumətlərin pərdə arxası apardığı nəzarət açıq təqiblər və hətta həbslərlə nəticələnib. 2016 internet azadlığı adlanan hesabatda bildirilir ki, Estoniya, İslandiya və Kanadadakı istifadəçilər ən yüksək azadlıqlardan və məxfiliyin qorunmasından faydalanır. İnternet azadlıqlarının ən yüksək pozulması halları Çin, Suriya, İran, Efiopiya, Özbəkistan və Kubada qeydə alınıb. Çin və İran kimi ölkələrin oxşar cəhətləri ondan ibarətdir ki, onlar ölkədə onlayn məkan üzərində tam nəzarətin ələ alınmasına çalışırlar və biz indi Rusiyanın da bu istiqamətə getdiyini müşahidə edirik ki, bu da dərin narahatlıq doğurur.
Bu yaxınlarda Rusiyada qeyri-zoraki siyasi çıxışına görə ilk dəfə olaraq anti-ekstremizm qanunlarına əsasən bir şəxs maksimum həbs cəzasına məhkum edilib. Ölkədə həmçinin məxfilik və söz azadlığını məhdudlaşdıran bir sıra qanunlar qəbul edilib. Əvvəlki illər məlumatın lokallaşdırılması haqqında qanun qəbul edilmişdi. Qanun artıq 2015-ci ildə tətbiq edilməyə başladı. Bunun isə həm Rusiyada fəaliyyət göstərən bizneslərə, həm də istifadəçilərin məxfiliyinə mənfi təsiri oldu. Çünki qanuna əsasən indi bütün məlumatlar Rusiyanın daxilində saxlanılmalıdır. Freedom House-un bildirdiyinə görə Ukraynada vəziyyət Rusiyadan o qədər yaxşı deyil. In Ukraine, for example, we saw some of the first arrests and even prison sentences. Məsələn, Ukraynada qeyri-zoraki yollarla siyasi məqsədləri təbliğ edən istifadəçilər ekstremizm qanunları altında həbs edilib. Based on extremism law. Demokratiya və söz azadlığının öndə gedən müdafiəçisi olan Birləşmiş Ştatlar məxfiliyin qorunması sahəsində 4-cü yerdədir. Buna səbəb ABŞ-da azadlıq aktının qəbul edilməsidir. Bu qanun istifadəçilərin metadatasının toplu bir şəkildə yığılmasına bəzi məhdudiyyətlər qoyub. Ötən illər Milli Təhlükəsizlik Agentliyinin nəzarət dərəcəsini göstərən sənədlərin sızmasından sonra Birləşmiş Ştatlarda bu sahədə geriləmə olub. Bu il baş verənlər isə çox vacibdir. Çünki bu il ilk dəfə olaraq Konqres agentliyin fəaliyyətinə məhdudiyyətlər qoydu. Freedom House bildirir ki, ötən ilin iyun ayından bəri yalnız bir neçə ölkə irəliləyiş əldə edib. Eyni zamanda hesabatda yer alan və dünya istifadəçilərinin təxminən 90%-ni təşkil edən 65 ölkənin yarısında internet azadlığı azalıb. Gənclərin Atlantik Əməkdaşlığı Assosiasiyasının rəhbəri Zaur Əkbər, Friedrich Naumann Fondu və Amerika Yahudi Komitəsinin sponsorluğu ilə təşkil olunan Tolerantlığın təbliğatı proqramı çərçivəsində Birləşmiş Ştatlarda səfərdədir. Vaşinqtonda görüşlər keçirən Zaur Əkbər, ölkənin başqa şəhərlərinə yollanmazdan öncə Amerikanın səsinin də qonağı olub. Zaur bəy, siz burada Birləşmiş Ştatlarda Tolerantlığın təbliğatı proqramı çərçivəsində iştirak edirsiniz. Bu proqram haqqında tamaşaçılarımıza nə məlumat verə bilərsiniz? Qeyd etdiyiniz kimi Tolerantlığın təbliğatı Promoting Tolerance adlı tədbir 1996-cı ildən Almaniyanın Friedrich Naumann Fondu və Amerika Yahudi Komitəsi ilə birgə həyata keçirilən bir proyektdir. Transatlantik dialoq çərçivəsində həyata keçirilir. Bu səfkidə tədbirlər iki hissədən ibarət. Birinci hissə başqa bir ölkədə, ikinci hissə isə artıq professional, yəni high level, yüksək səviyyədə bu Vaşinqtonda və Amerikanın bir çox ştatlarında görüşlər təşkil olunması ilə, Amerika Yahudi Komitəsində ailələrlə görüşməklə bağlı. Əsas məqsəd bundan ibarət ki, antisemitizmlə bağlı, yəni hate speech, yəni çıxış nifrətinə qarşı bu istiqamətlər daha çox müzakirələr, əsasən daha çox vurulan, məsələn, azlıqların ictimai siyasi proseslərdə fəallığı, xüsusən də Amerikada yaşayan yahudilərin sosial həyatı, ictimai siyasi həyata necə transformasiya olublar. Bu istiqamətdə bir növ mübadilə proqramıdır və kifayət qədər yüksək səviyyəli proqramdır. Yəni professional proqram sayılır və mənimlə bərabər bir neçə ölkələrdən gənc liderlər dəvət olunub. Azərbaycana isə tək iştirakçı mənəm bu proqramda. Proqram 10 günlük olacaq. Bu dünəndən artıq start verib. 2 gün biz Washington DC-də, sonra New Yorkda, sonra Atlantada, daha sonra isə Los Angelesə, Kaliforniya ştatına gedərək orada görüşlər keçirəcəyik. Bu görüşlər ərəfəsində biz daha çox Yahudi icmaları ilə əlaqələrdə olacaq. Onların həyat tərzindən yaxından tanış olacağıq. Onların ictimai siyasi sferədə necə aktiv olduqlarını bölüşəcəyik və həm də mən Azərbaycanlı olaraq öz ölkəmizdə olan Yahudi icmasının ilə bağlı təcrübəni onlarla bölüşəcəm. Zaur bəy, siz artıq bir neçə gündür ki, buradasınız, Birləşmiş Ştatlardasınız və sizin bu müddət ərzində görüşləriniz olub. Kimlərlə görüşmüşsünüz, nə səpkidə söhbətlər aparmışsınız burada? Əlbəttə ki, mən burada olduğum müddətdə ilk olaraq görüşümü McCain İnstitutundan David Kramerlə, yəni bilirsiniz, keçmiş dövlət katibinin demokratik və insan haqları və əmək məsələləri üzrə müavini köməkçisi, onunla görüşmüşəm. Sonra Amerika Milli Demokratiya Fondunda görüşüm olub. Milli Demokratiya İnstitutunda, Beynəlxalq Respublikaçılar İnstitutunda, bundan başqa George Mason Universitetində Amerikanın ölkəmizdə keçmiş səfiri Richard Kazalariç və daha sonra da Freedom House təşkilatında görüşlərim olub. Əlbəttə görüşlərimin əsas qayəsi sırf Azərbaycanda olan bugünkü ictimai siyasi vəziyyət, xüsusilə də referendumdan sonraki vəziyyət, son həbslər əsas müzakirə mövzularından olub.
tolerantlıq mövzusunda siz qeyd etdiniz ki, Azərbaycanda Yəhudi icmasının təcrübəsi haqqında bəzi fikirlərinizi paylaşmaq istəyirsiniz. Bu haqqda nə məlumat verirlər? Sizin Amerikalı ev sahibləri ilə paylaşmaq istədiyiniz fikirlər, düşüncələr nədən ibarətdir? Mən əslində bütün görüşlərimdə, əslində Amerika Yəhudi Komitəsi də bu haqqda maraqlıdır. Mən onlara daha çox ölkələrdən gələn iştirakçılar, başqa müxtəlif ölkələrdən gələn iştirakçılarla bir yerdə öz təcrübəmi bölüşən, əlbəttə ki, Azərbaycan tarixən Yəhudi icmasının Azərbaycanda yaşadıqları özlərinin evlərindəki kimi hiss etdiklərini, yəni bu tarixən belə olduqlarını, yəni Azərbaycanın müxtəlif nəinki Yəhudi icması, başqa icmalarında azad və sülh şəraitində yaşadığını onların diqqətinə çatdıran və xüsusilə də mən Əli və Nino əsərindən, romanından onlara təlqin etməyə çalışıram ki, Azərbaycan sözün həqiqi mənasında tolerant ölkə, baxmayaraq ki, müsəlman ölkəsidir, amma sözün həqiqi mənasında sekulyarlığını qoruyub saxlayan və bütün icmaların, belə deyim, yəni heç bir problemsiz yaşadığı bir ölkədir. Zaur bəy, siz burada Birləşmiş Ştatlarda çox bir maraqlı bir vaxta gəlmişsiniz. Burada bu yaxınlarda prezident seçkiləri keçirilib. Respublikaçı namizəd Donald Trump qələbə çalıb. Bu seçkiləri sizin şəxsən izləmək imkanınız olub. Bu seçkiləri izləmək, bu səs vermə haqqında təəssüratlarınızı paylaşa bilərsinizmi? Əlbəttə ki, ilk dəfə idi ki, mən Amerikadakı seçkiləri öz gözlərimlə müşahidə edirdim. İnsanların necə uzun cərgələrdə, sıralarda durub öz səs vermə növbələrini gözləyir. Hətta saatlar çəksə belə. Çünki insanlar anlayırdılar ki, öz gələcəklərə biganə qalmaq olmaz heç bir halda. Çünki bir həssas məqamda. Amma seçkinin nəticələri indi fərqi yoxdur. Biz istədiyimiz nəticə olsa da, istəmədiyimiz nəticə olsa da. Ancaq istənilən halda ortada bir nəticə varsa, bu Amerika xalqının iradəsi ilə ortaya qoyulmuş bir nəticə oldu. Ondan bu yana keçirdiyim görüşlərin hamısında, yəni görüşdüyüm insanlarla, yəni istər şəxslərlə olsun, siyasətçilərlə olsun, hamının dediyi bir şey var ki, hələ bu ilk yenilik oldu Amerika cəmiyyəti üçün ki, Trump kimi bir şəxs prezident seçildi. Amma dəyişməyən isə dəyərlər oldu. Çünki Trumpın seçilməsi heç də o demək deyil ki, Amerikadakı dəyərləri, Amerika konstitusiyasını öz istədiyi kimi, öz maraqları naminə dəyişəcək. Xeyr, bu mümkün deyil. Çünki Amerikada 240 il bundan əvvəl əsası Thomas Jefferson tərəfindən qurulan bir bəlli bir sistem var, siyasi sistem var, saatsaz sistem var. O saatsaz sistemdə öz işini görəcək. Sadəcə indiki dövr bir çox qaranlıq suallara cavab tapmaq üçün bir mərhələdir. Təbii ki, Amerika cəmiyyəti kimi bütün dünya ölkələri, xüsusilə də Azərbaycan, şəxsən mən özüm üçün də maraqlı olan görək, yeni seçilmiş prezident öz kabinetində kimlərin təmsil olunmasını istəyəcək və yaxud da Donald Trump digər partiya, rəqib partiya olan Demokratlar Partiyası da əl-ələ verib bircə Amerikanın taleyi ilə bağlı addımlar atacaqmı, yoxsa atmayacaqmı? Təbii ki, bu suallar hamı üçün maraqlıdır. Zaur bəy, siz Birləşmiş Ştatlardakı bu təcrübədən, bu proqramdan Azərbaycana özünüzlə nəyə aparmağa ümid bəsləyirsiniz? Əlbəttə ki, ilk növbədə şəbəkələşmə və qurduğum əlaqələr və bu əlaqələrdə Azərbaycanda davam etdirəcəyim ictimai-siyasi fəaliyyətdə üstünlüyünü ələ almaq və bu əlaqələrdən maksimum səviyyədə faydalanmaq. Bilirsiniz, Azərbaycan bugünkü gündə Azərbaycanın bildiyimiz kimi demokratikləşməsində böyük bir zərurət və ehtiyac var və gec-tez Azərbaycan nə vaxtsa demokratlaşır. Amma biz çalışmalıyıq bu prosesi biraz tezləşdirək. Hansı ki, bunu əlaqələrimizlə, bunu şəbəkələrimizlə, qazandığımız təcrübəni ölkəyə gedərkən insanlarla bölüşməyimizlə və mən hesab edirəm ki, bu sahədə biz uğur qazana bilərik. Və mən sizə əmin etmək istəyirəm ki, Azərbaycan, nəinki Azərbaycanda, Azərbaycan kimi diktatura, avtoritar rejimli ölkələrin taleyi o qədər də uzun ömürlü olmayacaq. Çünki dünya qloballaşır, dünya informasiya əsridir. Gec-tez neftin qiyməti aşağı düşür. Yəni, gec-tez Azərbaycan kimi ölkələr də sözün həqiqi mənasında dəyərlərin həqiqəti və dürüstlüyü ilə barışmalı olacaq və mən inanıram ki, istədiyimiz cəmiyyəti, o azad, demokratik və firavan Azərbaycanı biz qura biləcəyik yaxınlarda. Qış mövsümü yaxınlaşdıqca Yunanistanda ilişib qalan qaçqınlara yardım səyləri davam etdirilir. Lakin proses olduqca ləng gedir və minlərlə ailənin soyuqdan qorunmaq üçün çadırlardan başqa yeri olmayacaq. Qış yaxınlaşmaqdadır. Yunanistandakı qaçqınları ən çox soyuq qorxudur. Afina yaxınlığındakı düşərgədə 10 mindən çox adam çadırlarda yaşayır.
Avropa ölkələrinə yerləşmə ümidi ilə bu insanlar ötən yazdan sərhədlərin üzlərinə bağlanmasından bəri burada qalmalı olub. 4 uşaq atası Əzzullah Sədərət Əfqanistandandır. Havalar soyuyur. Çadırda ya eşikdə olmağın fərqi yoxdur. Lakin onlar yardım etmir. Bəzi ölkələr bizim insan olduğumuzu bilir və onlar bizi vəhşicəsinə öldürməyəcək. Biz belə ölümdən qaçdıq və burada yavaş-yavaş ölürük. Əzzullahın ailəsi çadırı evə oxşatmaq üçün əlindən gələni edib. Qarşıdan gələn həftələr ərzində çadırlar daxmalarla əvəz ediləcək. Lakin bu səadət hamının üzünə gülməyəcək. Belə ki, proses olduqca yavaş gedir. Bunu QT rəsmisi bildirir. Proses artıq 1 ildir başlayıb, lakin gözlənildiyindən daha zəif inkişaflar müşahidə edilir, xüsusilə Avropa kimi kontekstdə. Qışa hazırlıqlara qış əşyalarının paylanması və çadırların daxmalarla əvəzlənməsi daxildir. Lakin minlərlə insan çadırlar və ya ambarlarda sığınacaq tapacaq. Onların bəzisi Yunan hökumətinin məsuliyyətin bir hissəsini üzərinə götürməli olduğunu düşünür. Ağır şəraitdə yaşayanların müəyyən edilib. İnsanları qış mövsümündə daha əlverişli şəraitlə təmin etmək üçün daha aydın plana ehtiyac var. Jistoda qalanların xidmətlərə çıxışı var. Burada idman zalına bənzər bir məkan da var. Lakin ehtiyac duyulan ən əsas şey divarlar və istilikdir. Böyükləri xəstələnmək soyuq qorxutmur. Lakin uşaqlar üçün bu öldürücü ola bilər. Yer yaş, hava soyuq. Düşərgəni tərk etmək əllərində olsa da, bir çoxları yenə də burada ilişib qaldığını düşünür. Hava soyuduqca onların gözü yardımlara, daha ümidli gələcəyə dikənib. Keçən həftə Arkansas ştatı Birləşmiş Ştatlarda marihuananın tibbi məqsədlərlə istifadəsinə icazə verən ştatlar sırasına daxil oldu. Bundan əvvəl marihuanadan tibbi sahədə istifadəyə icazə verilən qanun 8 ştatda qəbul edilmişdi. Lakin bəzi ştatların buna icazə verməsinə baxmayaraq, federal qanuna əsasən bu maddədən icazəsiz istifadə hələ də qadağandır. Arkansas seçiciləri marihuanadan tibbi məqsədlə istifadənin xeyirli olacağını düşünür. Lakin hazırda yerli hökumət bir həftə əvvəl qadağan edilən marihuananın necə satılacağı və bu bitkidən necə istifadə ediləcəyinə nəzarətə dair təcili qərar çıxarmalıdır. Bununla bağlı bir sıra qaydalar var və biz çox sayda sual qarşısındayıq. Bizə çox sayda suallar gəlir. Biz bu suallara cavab vermək üçün işləməliyik. Tibbi marihuanadan hazırda qlaukoma, Kron xəstəliyi ilə əlaqədar ağrıların kəsilməsi, eləcə də kimya terapiyası, HIV və epilepsiya ilə əlaqədar ürək bulanmasının qarşısının alınması məqsədi ilə istifadə edilir. Ştatlarda qanunlar yüngülləşsə də, federal hökumət hələ də marihuananın yetişdirilməsi, satışı və ondan istifadənin qeyri-qanuni olduğunu deyir. Obama administrasiyası bu kimi təşəbbüsləri irəli sürən ştatlara imtiyazlar verir ki, onlar federal hüquq mühafizə orqanlarından çəkinməsin. Çünki bu hələ də federal qanunlarının pozulması sayılır. Trump administrasiyası buna necə yanaşacaq? Bizim hələ buna münasibət bildirəcək yeni baş prokurorumuz yoxdur. Bu arada isə marihuananın qeyri-qanuni olduğu Texas kimi ştatlarda bunun tərəfdarları məsələyə yenidən baxmağa çağırır. Əsasən də müharibələrdə iştirak edən və post-travma sindromu olan veteranlar marihuananın onlara yardım edəcəyini iddia edirlər. Bu məsələ ilə bağlı sualların artdığı bir vaxt, marihuananın qanuni olduğu ştatlarda bu böyük maliyyə gətirir. Belə görünür ki, digər ştatlar da gələcəkdə bu otun istifadəsini qanuniləşdirməyə çalışacaq. Bununla da Amerika İcmalı proqramında bugünkü görüşümüz sona çatır. Siz Vaşinqtondan hər həftə efirə çıxan proqramlarımızı, eləcə də Dünyaya Baxış və Showbiz buraxılışlarını Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan Xidmətinin veb saytında izləyə bilərsiniz. Mən Dilşad Əliyarlı, sizinlə xudahafizləşirəm. Sağ olun, gəlin görüşədək.